Salam aleykum. Deməli divinil karbon H2, karbon H, karbon H, karbon H2'dir. Buradakı karbonların hamısı sp2 vəziyyətindədir. Polimerləşmə belədir. M-mol divinildən bu zaman 2 qat rabitə qırılır. 2 qat rabitə ortaya keçir və bu belə olur. Bu zaman lap əvvəl N-mol divinildir və burada deməli karbonların hamısı sp2 vəziyyətindədir. 4 dənə karbon sp2 vəziyyətindədir. Deməli lap əvvəl deməli 4N sp2 vəziyyətində karbon var idi. İndi reaksiya zamanı solda duran maddə sərf olunur. Tutaq ki x-mol sərf olunur. Artıq x-mol sərf olunanda bu əvvəl N idi. X-mol getdi qaldı M-x-mol divinil. Amma burada yenə 4 dənə karbon sp2 vəziyyətindədir. Və bunu mən 4'ə vururam. Olur 4N-4x deməli sp2 vəziyyətində karbon, yəni divinildir. Və bu zaman bu x-mol sərf olunanda bu da x-mol alınır. Və burada isə 2 dənə karbon sp2 vəziyyətindədir. Və x-i vururam 2'ye, 2x sp2 bit vəziyyətində karbon. Deməli əvvəl sp2 vəziyyətində karbon 4N idi. Sonda isə 4N-4x əvvəlki maddədən, 2x də deməli sonraki maddədə olan sp2 bit vəziyyətində karbonlardır. Və burada 1,6 və azalma olur da. Yəni bundan buna keçəndə 1,6 və azalma olur. 4N bölünsün 4N-4x plus 2x, yəni bunları cəmləyirəm. Bərabərdir 1,6. Bu zaman burada deməli yuxarıda 4N, aşağıda mənfi 4x-dən 2x eləyir. Mənfi 2x 4N minus 2x bərabərdir 1,6. Buradan həll eləyirik. Bununla bu gedir ixtisara. Burada qalır 2,5N. 2,5N minus 4N bərabərdir 4N minus 2x. Buradan 4N'dən 2,5 çıxanda 1,5N bərabərdir 2x və x də buradan bərabərdir 0,75N-ə. Biz də bayaq nə demişdik? Bayaq dedik ki divinil M-mol idi və onun x-molu sərf olundu. Yəni N'in x-molu, yəni 0,75N-i. Yəni x-in yerinə onu yazıram. Sərf olunub. Bu da neçə eləyir? Bu da 75% edəcək.